İndi isə gəlin bura qədər keçdiklərimizlə bağlı kiçik bir məşq eləyək. Deməli, hardan başlayırdıq? Int main əsas funksiyamıza daxil edirik. Fiqurlu mötərizələrimizi açıb bağlayırıq. Yuxarıda include eostream və onun altında using namespace std nöqtəli vergül yazdıq. Gəlin belə bir şey eləyək. 2 dənə dəyişən yaradaq, tam ədəd dəyişəni. Birinin adını x qoyuram, nöqtəli vergül. Birinin adını y deyirəm, nöqtəli vergül. Bu iki dəyişəninlə istifadə eləyərək kiçik bir kalkulyator düzəldək. Yəni bunların cəmini, fərqini, hasilini bir-birinə böləndə neçə alınır onları hamısını ekranda göstərsin. Əvvəlcə test eləyirəm, yoxlayıram. Niyə belə qəribə bir ədəd çıxdı? Çünki x-ə heç bir qiymət verməmişəm, y-ə də verməmişəm və dediyimiz kimi yaddaşda onlara yer ayrılıb. Amma orada təsadüfi rəqəmlər var və ya da yaddaşda bizdən qabaq nə varsa onu görürük. Ona görə başlanğıcda bunu 0-a bərabər eləyirəm. Y-i də 0 eləyirəm. Artıq hər ikisinə 0 verəcək və cəmini də 0 olaraq görəcəm. Gəlin belə alt-alta yazaq. X çıx y göstərsin bizə. X vur y göstərsin. Və x böl y göstərsin. Bu tam ədəd kimi böləcək. Bir dənə də kəsr ədəd kimi bölsün deyə mötərizədə double yazırıq. Mötərizəmizi açıb bağlayaq. X böl y. Bir dənə də x-i y-ə böləndə qalıqdan neçə verir onu görək. Onu necə yazırdıq? Modulo operatoru ilə, yəni faizlə. X faiz y. Bunu görək ekranda. X-ə y-ə də gəlin klaviaturadan ədəd daxil eləyək. Sin böyükdür x deyirəm, nöqtəli vergül. Və sin kiçikdir y deyirəm, nöqtəli vergül. Yoxlayaq. X-ə qiymət verməyimi gözləyir. Məsələn 7 verirəm. Y-ə qiymət verməyimi gözləyir. Məsələn 3 verirəm. Və ekranda sırayla 7 üstəgəl 3 10, 7 çıx 3 4, 7 vur 3 21 görürəm. 7-ni 3-ə böləndə tam hissəsi 2-dir. Amma əsl həqiqi ədəd kimi bölsəm 2/3 eləyir. Və 7-ni 3-ə böləndə qalıq neçə verir? 1 verir. Ən sonunda da onu görürəm. Bunu biraz daha səliqəli görsənsin deyə gəlin yazı ilə ədədi qarışdıraq. Birinci yazdığım siyahıta dırnaq içində öz istədiyim sözləri yaza bilərəm. Düzdür? Məsələn, bura nəticə bərabərdir yazsam, run eləsəm, ekranda x ilə y daxil etdikdən sonra görəcəm ki, nəticə bərabərdir 11. Onda gəlin kiçik bir siyahut bura qoyaq. Deyək ki, x-i daxil edin. 2 nöqtə qoyuram. Bundan sonra nöqtəli vergül qoyuram. Endl bilərək qoymadım ki, təzə sətrə keçməsin. Elə ilk sətirdən baxın, x-i daxil edin desin. Mən də buradan məsələn 9 daxil edeyim. Gəlin y üçün də həmin nəticəni çıxardaq. Aşağıda bir dənə y daxil edin yazıram. Fikir verin, yazıları siyahutla yazıram, amma klaviaturadan ədədi almaq istəyəndə sindən istifadə edirəm. Bunu da yazdıq. Aşağıda da yazıram ki, məsələn, x neçədir? Sə o görsənsin ekranda. Sonra bir dənə üstəgəl işarəsi görüm. Bura boşluqlar qoymaq önəmlidir. Əgər üstəgəlin yanına boşluq qoyuramsa, ekranda da boşluq görəcəm. Sonra y görüm. Sonra bir dənə də bərabərdir işarəsi qoymaq istəyirəm. Yenə boşluq, bərabərdir boşluq. Və belə yazsam, birinci nəticəmiz, baxın, x-i daxil edin 99, y-i daxil edin 45. 99 üstəgəl 45 bərabərdir 144. Bunu belə yazı kimi görsəndə ekranda. Gəlin o birisləri də belə eləyək. Yazı ilə ədəd arasında dəyişiklik eləndə həmişə kiçikdirdən istifadə eləməliyik. Siyahut kiçikdir. Yenə x-in özünü göstərsin. Kiçikdir. Çıxma işarəsi qoysun bura. Kiçikdir. Y. Kiçikdir. Bərabərdir işarəsi qoysun arasına. Və x çıx y. O birisləri də eyni şəkildə yazacağım. Zaman qazanmaq üçün kopyala yapışdır eləyirəm. X vurulsun y. Hətta vurmanı öz istədiyimiz kimi bura x hərfində, x simvolundan da istifadə edə bilərik.
x bölünsün y. Bölməni də riyaziyyatdakı kimi yazıram. Amma dikkat edin, burada C++'da vurmanı ulduzla koyacağım. Bölməni isə slash ilə koyacağım. Bir dənə də eyni şey yazıram. X bölünsün y bərabərdir. Bu bizim tam bölməmiz olsun. Və x-i y-də böləndə qalıq neçə verir? Onu da belə yazaq. Yazaq ki x bölünsün y qalıq bərabərdir. Bu şəkildə bir qeyd eləyək. Bunu da faizlə işarələyirik. İndi isə yoxlayaq. Xəta baş verdi. Nəyə görə? Burada double artıq qalıb. Bunu silirik. Faizli qalıq bölmə yalnız intlər arasında, yalnız tam ədədlər arasında olur. Double isə həqiqi ədəddir. İndi yoxlayaq. X-i daxil edirəm. Məsələn, 70 olsun. Y-i daxil edirəm. 15 olsun. Baxın, 70 üstə gəl 15, 85. 70 çıx 15, 55. 70 vur 15, 1050. Böl 15, tam bölmə şəklində 4. Amma kəsir şəklində 4/2. 70'i 15'e böləndə qalıq 10 verir. Yəni gördüyünüz kimi bu dırnaqların içində ürəyimiz nə istəyir yaza bilirik. O bizim yazdığımız ifadədir. C++ sadəcə onu simvollar ardıcılığı kimi başa düşüb ekrana ilə çıxardır. Amma dırnaq içində olmayanda bunun dəyərini hesablayır. Biz cout x deyən kimi o gedir yaddaşda baxır. X neçəyə bərabərdir? İndi burada biz x-ə neçə verdiysə c-ində mən 5 versəm deməli x 5 olacaq. Y-ə 97 versəm 97 olacaq. Gəlin həqiqətən də x-ə 5 verək. Y-ə 97 verək. Artıq 5 üstə gəl 97-ni ekrana çıxardanda çıxartmamışdan qabaq baxır ki x neçədir? 5-dir. Y neçədir? 97-dir. Cəmləyir 102. Biz burada x üstə gəl y hissəsində 102-ni görürük. Və daha sonra handle'a görə yeni sətrə keçir, oradan davam edir. Ümid edirəm ki aydındır. Və bir tövsiyəm o olar ki dostlar, mən işlədikcə burada siz də mənlə bərabər özünüz də işləsəz yaxşı olar. Çünki bunlara belə qulaq asdıqca yaddan çıxa bilər, amma özünüz işlədikcə, məşq elədikcə daha yaxşı yadda qalır. Məsələn, mən tutaq ki x-ə bir rəqəm verirəm, siz başqa bir ədəd verin. Nə bilim, mən vurmanı yoxlayıram, siz kvadratını tapın. Yəni özünüz də fərqli şeyləri yoxlaya görün ki, məsələn, nə edəndə xəta verdi, o xətanı necə düzəldirik. Bunları müşahidə eləmək proqramı C++ öyrənməyimiz üçün çox önəmlidir. Biz əgər məsələn bura özümüz yazmasaq, özümüz məşq eləməsək, çoxlu xətalar verib o xətaları düzəltməyə çalışmasaq, o çox sürətlə yadımızdan çıxa bilər gördüklərimiz. Çox sağ olun, hələlik.